Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Mən İsayev Aröya bugün sizə MHŞ Mix sertifikasiya mətn toplusundan 38-ci mətndən müəllimlər üçün olan mətnin 38-cisini izah edirəm. Deyir, yanlış fikri göstərin. Keçən il martın 22-sində axşam çağı başıma qəribə əhvalat gəldi. Bütün günü şəhəri gəzib özümə otaq axtardım. Yaşadığım otaq axtardım. Otaq çox rütubətli idi. Ona görə də çox pis öskürməyə başlamışdım. Hələ lap payız girəndən başqa bir mənzilə köçmək istəyirdim. Ancaq buna uzada gətirib yaza çıxartdım. Bütün günə əməlli başlı bir otaq tapa bilmədim. Əvvəl budur ki, mənə ailə içində deyil, ayrıca bir otaq lazım idi. İkincisi də istəyirdim ki, bu otaq bircə dənə də olsa, mütləq böyük olsun. Həm də məlum şeydir ki, mümkün qədər ucuz olsun. Hiss etmişdim ki, darısqal otaqda hətta düşünmək üçün də darısqallıq olur. Deməli, burada bizə nə lazımdır? Yanlış fikir lazımdır. Altından xətt çəkilən cümlədə danışılacaq əhvalatın dəqiq tarixi qeyd olunsa da, əhvalatın məzmunu haqqında məlumat verilmir. Bəli, deyir ki, o tarix budur. Deməli, bu fikir oldu, doğru fikir. Amma nə danışacaq bilmirik biz. Hadisəni danışan şəxsin darısqal otaqda qalmaq niyyəti yox idi. Bəli, bu da doğru fikirdir. Çünki deyir, hiss etmişdim ki, çünki geniş mütləq böyük istəyirdi. Obrazın düşüncəsinə görə kiçik otaqda düşünmək üçün də, bəli, düşünmək üçün də darısqallıq var. Bu da doğru fikirdir. Rahat mətndə nə əcəb. Sonra deyir ki, obrazın başına gələn əhvalat payızın ortalarına təsadüf edilmiş. Xeyr, yazda axtarır. Mart ayının 22-si payız deyil. Bizə yanlış lazımdır. Xəstələnməyin səbəb bəli, rütubətli idi deyə, ona görə nə inirdim deyir, rütubətli olduğu üçün öskürürdüm. Deməli, deyib bəndə oldu, yanlış fikir. 39. Məzmunu ilə bağlı indi doğrunu seçirik. İnsan bir çox quruda yaşayan heyvanlar kimi atmosferdəki hava ilə nəfəs alır. Bizim tənəffüs sistemimiz ancaq yerüstü həyat üçün uyğunlaşıb. Ona görə də insan suyun altında nəfəs ala bilmir. Nəfəs alan zaman ağciyərə hava əvəzinə su daxil olur və insan boğulur. Beləliklə, insan suyun altında çox az müddətdə ağciyərlərindəki hava qurtarana qədər qala bilir. Nəfəs alan zaman aldığımız oksigen həyatı bizə su altında bir neçə metr üzməyə imkan verir. Oksigen ehtiyatı bizə su altında bir neçə metr üzməyə imkan verir. Suyun dərinliyinə girmək və orada uzun müddət qalmaq üçün insana özü ilə oksigen ehtiyatı götürməyə imkan verən xüsusi aparatlar lazımdır. Bizə doğru fikir lazım idi burada. Baxaq görək nədir. Quruda yaşayan heyvan da insan kimi su altında nəfəs ala, orada uzun müddət qala bilməz. Deyir, bir çox quruda yaşayan heyvan kimi insan da atmosferdəki hava ilə nəfəs alır. Çünki yerüstüyə uyğunlaşıbdır, deyir. Deməli, bizə doğru lazımsa, bu doğrudur da. Biri götürük, doğru yəni. Sonra, insan suda boğulma səbəbi mətndə dəqiq izah olunmayıb. Var, mətndə var. Ağciyərindəki hava qutaranda boğulur. Deməli, bu yanlış fikirdir. Onda 2 olan cavabları çıxaq. Sonra, insan müəyyən halda suyun altında uzun müddət qala bilər. Bunun üçün xüsusi aparatlara ehtiyac var. Bəli, orada var idi. Oksigen ehtiyatı götürməyə imkan verən aparatlar var. Doğru fikirdir. İnsan suyun altında qalma müddəti oksigen ehtiyatının miqdarından asılıdır. Bəli, gördünüz dedi, oksigen ehtiyatı götürür və deyir o oksigen qurtarana qədər ağciyərdəki oksigen. Deməli 1/4. Tənəffüs sistemimizi suyun altında nəfəs almağa uyğunlaşdırsaq, böyük okeanlarda yaşamaq bizim üçün sadəcə çevriləcək. Biz bir şey görmədik burada. Böyük okeanda yaşamaq. B variantı 1/3-4 doğrudur. Keçdik 40-cı. Bu axırıncı yanlış yazmalıydım da. Dedik, belə şey görmədik. 40-cı. Qədim Bakı, Xəzər dənizinin qərb sahilində, şimal küləklərinin daim döyəclədiyi yerdə, cənub və qərb tərəfdən hündür, çılpaq təpələrlə əhatə edilmiş çökəkdə salınmışdır. 1826-cı ildə Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani yazır. Bakını Badi-Kübə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə də burada evlərin özülünü yonulmuş daşlardan qoyur. Həyətləri və damları qırla örtürlər. Azərbaycana 4 fəsil hakimdir. Xəzri deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda hədsiz dərəcə soyudur. Orta əsrlərdə Bakının məşhur xəzrisi əsdiyi zaman şəhər küçələrində tozanaqdan göz açmaq olmurdu. Burulğan kimi burulan külək qarşına çıxan hər şeyi qabağına qatıb sovururdu. Bəzən qadınların çadralarını başından qoparıb uçururdu. Deməli, burada bizə nə lazımdır? Mümkün hansı sualın cavabı yoxdur. Xəzər dənizi Bakının şərqində ya qərbində yerləşir. Bakının qərb sahilində. Deməli, bunun cavabı var. Bizə cavabı olmayan axtarıq.
Bakı niyə Badi Kübə adlanırdı? Çünki burada daim küləklər əsir. Buna cavab var. Bakıda əhalinin həyətləri və damları qırla örtməsinin səbəbi nə idi? Burada o qırla örtülmək cümləsini eşitmişdik. Deyir, buna görə də tikillər xəsarətə uğrayır, buna görə də damları qırla örtürdülər. Buna cavabı var. Orta əsrlərdə Bakıda qadınlar başlarına çadır atırdılar. Bəli, atmasaydılar çadranı külək hardan alıb atardı, uçurardı. Deməli atırmışlar. Cənub küləyi Bakı havasına necə təsir edir? Bizə cənub küləyi yox, şimal küləyinin təsirini biz bildik burada. Bəndi. 41-ci suala baxaq. Deyir ki, hansı cümlələr yeni abzasdan olmalıdır? Xəzər dənizi nadir və zəngin təbii ehtiyatları olan daxili su hövzəsidir. Dünyanın iki mühissəsində Avropa, Asiyanın sərhədində yerləşir. Dərinliyinə görə Xəzər dənizi dünyanın iki dərin gölündən Baykaldan və Tanganikadan geridədir. Xəzər dənizi şelfinin orta dərinliyi 100 metrdir. Xəzər dənizinə 150-dən çox çay tökülür. Onların əriləri Volqa, Ural, Kür, Terek, Samur çaylarıdır. Xəzər dənizi coğrafi vəziyyətinə görə yer planetinin iqlim inteqratörü adlanır, yəni iqlim təmizləyicisi adlanır. Deməli deyir, hansı yeni abzasdan başlamalıdır? Biz baxaq. Deməli, iki mühüm Xəzər dənizi haqqında bu ümumi məlumat verdi. Bu giriş hissə idi. Artıq əsas hissə başladı. Xəzər dənizinin dərinliyindən danışdı. Deməli, birinci abzas yeni fikir oldu. Sonra dərinliyindən danışdı ki, məsələn, Xəzər belədir, Xəzər dənizinin şelfinin orta dərinliyi budur. Bu dərinlikdən danışdı, ölçüləri verdi. Sonra Xəzər dənizinə tökülən çaylar haqqında danışdı. Gördünüz, tam yeni fikirlər. Deməli, bu ölçü, bu ümumi Xəzər haqqında məlumat. Bu ölçüsü, bu da tökülən çaylar. Deməli, bu abzaslar yeni abzasdan başlamalıdır. 1 və 3-ü harda götürdük? C bəndində müəllimlər. 42. Mətnin məzmunu ilə bağlı doğru. Azərbaycan Xalq Cümhuriyyəti bizə doğru lazımdır. Rus-Sovet qoşunlarının hərbi müdaxiləsi ilə devrildikdən sonra hakimiyyətə gələn bolşevik kommunist rejimi incəsənəti, ədəbiyyatı öz ideologiya alətinə çevirmək üçün ilk gündən tədbirlər həyata keçirməyə başladı. Ədəbiyyatımızdakı milli demokratik meyllər get-gedə daha sərt şəkildə sıxışdırılırdı. Sovet ideologiyasını arıcıl və qəti şəkildə müdafiə edən ədəbi birliklər, təşkilatlar yaradıldı. Sovet hakimiyyətinin ideoloji prinsiplərinin rəhbər tutulması ədəbiyyatın təbii inkişafının qarşısında sədd çəkdi. Həyat həqiqətlərini əks etdirmək baxımından Sovet ədəbiyyatının öz prinsipləri var idi. Keçmişə, klassik ədəbiyyatımıza ilk vaxtlar daha çox xor baxan, yeni quruluşu Sovet həyat tərzini göylərə qaldıran bu ədəbiyyat milli məfkurəyə qarşı idi. Deməli, bizə doğru fikirləri tapmaq lazımdır. Ədəbiyyat inkişafı heç vaxt ölkənin siyasi vəziyyətindən asılı ola bilməz. Bəs niyə onda asılı ola bilmirsə, Sovetlər gələn kimi öz ideologiya alətinə çevirdilər? Deməli, bu fikir yanlış fikirdirsə, bir olan cavabları çıxarın. Keçmişə xor baxır, öz prinsiplərini irəli sürür. Biz o cümlələri gördük. Dedik, gələn kimi, hələ ilk vaxtlar deyir, daha çox xor baxırdılar. Bu doğru fikir. Azərbaycan Sovet ilə müdafiə edən birliklər də vardı. Bəli, deməli dedik ki, ilk vaxtlar təşkilatlar, birliklər yaradıldı. Deməli, bu da doğru fikirdir. Sonra deyir, ədəbiyyatın təbii inkişafı hədsiz dərəcədə çox güclü idi. Ədəbiyyatın təbii inkişafı hədsiz dərəcədə çox güclü idi. Baxaq görək. Ədəbiyyatın təbii inkişafı. Meyllər artırdı, müdafiə edirdilər, rəhbər tutması təbii inkişafın qarşısında sədd çəkmişdi. Deməli, bu fikir yanlış idisə, 4 olan cavabı çıxarın geçsin. Azərbaycan xalq devrimizi ədəbiyyata da təsirsiz xalq cümhuriyyəti devrilən kimi ədəbiyyatı ideologiyasına saldılar. Deməli, təsirsiz ödüşmədir. 2, 3, 5, hansı cavab olur? 2, 3, 5, A bəndi müəllimlər.